Hörmətli dostlar, bugün mart ayının 13-üdür. Biz gəlmişik Qubanın Qırızdəhnə kəndində Martin Brizə. Baxın. Körkünə bax. Zipline-dir. Bu dəvələr Ərəbistanı xatırladır. Bunlar türklərdə sallancaq deyirlər. Sallancaqdır. Yayda uşaqlar sallanır. Güzəllik ya. Bir təbiətdə ya Rəbbim. Meşə, dağ, çay, göl. Heç bir Azərbaycanda, heç bir rayonda belə bir kartinada dağ, meşə, çay, göl yoxdur. Bu gördüyünüz kimi Kütaradır. Gölün ortasında. Bu təzə besetkasıdır buranın. Yoxudur. Ya Rəbbim, gözəlliyə bax. Gözəlliyə bax. Ərəblər belə yerdən əl çəkmirlər. Niyə? Orada belə yerlər yoxdur. Orada qar olmur. Soyuq olmur. Gözəlliyə baxın. Burada 200 dənə lüstr var, hörmətli qonaqlar, dostlar. Sayarına baxır. Mart ayının 13-üdür, hələ burada qar yavaş-yavaş əriyir. Və artıq gün düşür. Ağaçdan stuldur. Bu bəlkə də 1500-ün savavarına oxşuyur. Ağaçdandır, atdır. Burası qırılıb. Şəlaləsidir. Bu da Şüşə körpüsüdür. Burada ışıqlar asılacaq yuxarıdan yayda. Fotozona üçün yerdir. Bu şəlaləsidir. Bu çayıdır. Gözəlliyə bax. Şöyle bunlar besetkalarda oturmak için yayda. Görsən, Mart'ın 13'üdür. Bu dəvə iş gedir. Olacaq VIP bura.
Bakın panoramaya bak. Mələkdir. Gözəlliyə baxın. Bu Atlar Horses Brizi xatırladır. 7-ci mikrorayonda Abay Kunanbayevdə. Bizim orada bir gözəl filalımız var. Dünyada bir dənədir. Adı Atlar Mehidir. Atlar küləyi deməkdir. Baxın. Bu da Horses Brizi xatırladır. Otağımızın pərdələridir. Bu da Horses Brizi xatırladır. Hariratlardandır. Sabahın xeyir. Yaxşı. Bu da bizi Horses Brizi xatırladır. Bu da Horses Brizi xatırladır bize. Bizim villalardı. Şöyle kafemize resim eseri Rüyahanın şəklidir. Və Quba deyəndə hamı alma xatırlayır. Və Qubalı qızın əlində almanı bütün dünya elədiyi təqdimatdır. Bunlar təzə qoyulub, yenidir, Matın Brizdə. Baxın. Bu səhv eləməsəm Faiq Həsənovdur. Buranın dizayneri, memarı, fəhləsi, ustası. Bu bir dəvədir, Ərəbistanı xatırladır. Restoranımızın aksesuarlarıdır. Nəhayət bu da Matın Brizin sxemasıdır. Çəkən əllər var olsun. Bunu bir gözəl insan bir ilə bizə toxuyub hədiyyə edib. Baxın. İndi çıxırıq 2-ci mərtəbəyə. Bakın, ışığı yandırın. Gözəlliyə baxın. Burada oturub çay içmək, zavtırıq eləmək özü milyondur. Gözəlliyə baxın. Gözəlliyə baxın.
Necə gözəllikdir. Bu bizim otelimizdir. 3 mərtəbədir, 12 otaqdan ibarət. Bir otaqda var, 2 otaqda var. Bu bizim Afrem villalarımızdır. Bu da bizim 2 mərtəbəli villalarımız, kafecilərimizdir. Bu bizlə neçə illərdir, 3-4 ildir burada yaşayırlar bax. Bu eniştendir. Enişten özü Spirit Bey partisi olub. Yəni özü üçün ifa edən olub. Bu gördüyünüz kimi Sadıqcandır. 1912-ci ildə Azərbaycanda ilk dəfə tarix sinəsini alan Sadıqcan olub. Bu bizim restoranımız, kafemizdir. Bayaq göstərdim sizə. Bu da bizim Naxçıvan şəhərinin Babək rayonunun Leyrəm kəndində olan Şahın Mirzəyevdir. Özü gitaristdir. Ona demişdim ki, Şahin o bizim məclislərə gəlirdi. Demişdim, sənin heykəlini qoyacağım. Sözümü tuttum, Şahinin burada heykəlini qoydum. Bu da bizim Horse Spirit'in buradaki reklamıdır. Horse Spirit 16.000 dənə atdan ibarətdir. Görürsünüz, bu at olan sevgi bu kətdən yarandı. Ona görə orada bir arxamdan 10 dənə at keçəndən sonra dedim, atı mehi vurdu. Dedim, Bakıda yerimizin adı olacaq Horse Spirit. Bu da bizim Afrem evlərdir. Bu da bizim villalardır. Bura bizim kuxunadır. Ora namaz otağıdır. Otelimizdir. İşte Afrem evlər. Kukamızdır. Bu bizim fillərimizdir. Ortasından yayda su çıxır hortumundan. Bu bizim besetkamızdır. Çayın içində yerləşir. Almanlar, İngilislər tikən texnologiya ilə, konstruksiya ilə tikmişik. Bu bizim sol tərəfdəki dağ. O dağdır. Sağ tərəfdəki dağ da yenə o dağdır. İki dağı burada əks elətdirib rəssam. Ördəklərimiz buranın ördəyidir, atlar buranın atlarıdır. Pişik buranın pişiyidir. Bir dənə itlərimiz yoxdur. Burada bir besetkadır. Şimdi çok töküntülü biraz. Adam burada tam özünü xoşbəxt hiss edir. Yəni xoşbəxt insan nə deməkdir? Canı sağlam insan.
İnsan da əsas oksigendir. Burada 86 muhasəbə var. Dəniz səviyyəsindən 1400 metr hündürlükdə yerləşir. Bu göldə 10.000 dənə balıq var, sazan balığı. Bu kənd Allahın bir möcüzəsidir. Niyə? Bir kartinada dağ, meşə, çay, göl, dördü bir arada. Yəni elə bir rayon görmədim ki, dördü bir arada bir təbiətin gözəlliyi olsun. Bu kanatdır, zıplayandır. Burada ışıqlar olacaq yayda. Ustalar sağ olsunlar, arada işləyirlər. Bura musiqinin səhnəsidir. Musiqiçilərin səhnəsidir bura. Yayda qəşəng şov olur, konsertlər olur burada. Nam besetkalarıdır. Mütəkkə də var orada. Orada hala da ustalar işləyir. Usta işiniz irəli olsun, Allah sizi saxlasın. Allah sizi qorusun ki, bu soyuqda işləyirsiniz. Baxın, gözəlliyə baxın. Yayda bu şəlalə işləyir.